Hər bir insan təlimə qatıla bilər. Hər bir insan astrologiyanı öyrənə bilər və hətta mən bunu insanlara çox tövsiyə də edərdim. Bunun üçün bir çox səbəblər var. Məsələn, öz Instagram səhifəmdə də bir belə post paylaşmışdım ki, yəni astroloq olmaq üçün hansı səbəblər var? Birincisi, insan astrologiyanı biləndə, bax, hər problem olanda astroloqa müraciət etməyə bilər, amma astrologiyanın sirlərini istifadə edərək öz problemlərini çözə bilər. Məsələn, öz ailəsində uşaqlarını düzgün yönləndirə bilər, öz həyat yoldaşını lazımdırsa düzgün yönləndirə bilər, maliyyə filan mövzularında. Münasibətləri tənzimləyə bilər. Məsələn, öz həyat yoldaşı ilə münasibətlərini. İnsanlar düşünürlər ki, uyğunlaşma xəritəsi yalnız sevgililərə və həyat yoldaşına aiddir. Yox, hər bir insanla, hətta insan öz övladları ilə də, bəli, mən dəfələrlə belə bir uyğunlaşma xəritələri eləmişəm. İnsanın öz evladı ilə uyğunlaşması. Bunu da eləmək olar. Ondan başqa, insan öz doğum xəritəsini bilərək öz potensialını da bilir. Hər dəfə öz, məsələn, proqnozlarını da bilir və öz həyatını tənzimləyə bilir. Öz həyatının potensialından maksimumu götürə bilir. Astroloq işləmək istəyənlər üçün lap yaxşı. Astroloq peşəsi gözəldir. Niyə? Çünki məsələn adam istədiyi vaxt, istədiyi yerdən işləyə bilir. Məsələn, səyahətdə də işləyə bilir. Ya gedib məsələn bağda işləyə bilir, hansısa bir istirahət güşəsində işləyə bilir. Səhər saat 9-da işə getmək məcburiyyətində bu insan deyil. Xanımlar üçün, xüsusilə bununla xanımlar maraqlanır. Ev işləridir, uşaqlardır və s. Bunu həm də pul qazanmaqla da birləşdirmək mümkündür və astroloqun qazancı da astroloq peşəkar olduğu halda heç də pis deyil. Yəni nə qədər çəkir bu kursun müddəti və bu canlıdır yoxsa onlayndır? Necə baş tutur? Onlayndır, amma dərslər canlı olacaq. Sonradan dərslərin video yazıları Telegram kanala yüklənəcək. 12 həftə çəkəcək bu. İlkin təlim sıfırdan başlayaraq və təlimin sonunda tələbələr tam doğum xəritəsini təhlil edə biləcəklər.